Orta Zəyzid kəndindəyik. İndi maşını saxlamışıq. Bir-iki eşyanı götürüb başlayırıq birazdan səfər eləməyə. Yuxarı qalxacağıq. Səfəraz Qaya deyən bir yer var. Əvvəl ora gedirik. Ondan sonra düşəcəyik Alban məbədi, sonra başqa bir yer, ondan sonra dağın ətəyində istirahət yeri. Yəni bu gün sizə Orta Zəyzidi göstərəcəyik. Nəyi var, nəyi yox, hamısını göstərməyəcəyik. Çünki başqa Alban məbədləri də var dağların üstündə. Nəyə imkanımız çatırsa axşama kimi gəzib, yekunda da 15 dəqiqəlik video kimi sizə göstərəcəyik. Bura Alban məbədidir. Kənddə 4-5 dənə belə fərqli yerlərində Alban məbədləri var. Qalalar var, yeraltı şəhər kimi hissələr var belə. Bu ən görkəmlisi, ən böyüyüdür. Divarları sağlamdır, bəzi hissələri uçub, bir də tavanından bir hissə uçub. Ona görə yəni gələndə biz əslində bütün marşrutları, dağ marşrutlarını bunun yanından salırıq. Bundan sonra gedəcəyimiz yerlər də bunun yanından keçir. Ona görə özəl olaraq bunu göstərmək istədik. Yəni nəticədə Orta Zəyzid kəndinə gələndə bu Alban məbədini gəlib bir baxarsınız. Bu boyda böyük bir məbəd varsa, demək ki, Qafqaz Albaniyası dövründə bura böyük bir yaşayış məskəni olub. Yəni məntiqlə onu qərar vermək olur. Yenə də tarixçilər araşdırsalar daha maraqlı məlumatlar taparlar yəqin ki. İndi kadrdan çıxıb sizi orayla baş-başa buraxıram. Kənddən təxminən 1 saat gəlirsiniz. Bu göstərdiyim hissədə hündür ağaclar olan yer var. Orada ağaclar hündürdür çünki su var. Gəlib həmin hissəyə çatmışıq indi. Burası Səfəraz Qayadır. Kəndin mərkəzindən gələndə, kəndin içərisindən su turbası da görsənir bu hissəyə gələn. Burada qayanın içərisindən su çıxır. İndi bu üstündə oturduğumuz qayanın da içərisi sudur, altından su gedir. Orada kiçik bir turba qoyublar, oradan bulaq kimi axır. Kənarı sıldırımdır. Əslində deyək istəyərdik ki, kəndə gələndə gəlin gəzin, amma gələnməyəsiniz. Ona görə heç demirik, yəni tövsiyə eləmirik. Sadəcə buranı kənd sakinlərindən biri demişdi ki, belə maraqlı bir yer var. Videosunu göstərmişdilər. Yolu çox əziyyətlidir, bax onu deyim. Gələndə bir adam bir düşünür ki, yarıdan qayıdım. Sonra dedi ya o videodakı kimi ən az onun yarısı qədər maraqlı bir yerdirsə getməyə dəyər. Ondan daha maraqlı bir yerdir. Əgər xüsusi nə deyək ki, belə həyəcan axtarırsınızsa gələ bilirsiniz bura. Nəzərdə tutduğumuz birinci yer buraydı. Səfəraz Qaya. Adı ilə bağlı da 2 variant var. Ya Səfər adlı bir adamın adı ilə bağlı deyirlər. Ya da ki, daha güclü variant odur ki, Sovet dövrü tezə qurulan vaxtlarda ona qarşı üsyanlar olub. Onlardan ən güclülərindən biri də Şəkidə olub. Bir də bundan sonra gedəcəyimiz yer də ondan bağlıdır. Burada o qaçaq hərəkatının məskunlaşdığı yerlərdən biridir. Yolu çox çətindir, amma bura düzənlik kimi ərazidir, suyu var və buradan yandakı kəndlərə də keçmək olur. Böyük ehtimalla deyirlər səfərə başladıkları yerdir həmin o qaçaqların. Ona görə Səfəraz Qayası deyirlər bura. Belə. İndi gəldik növbəti yerə. Əslində bu səfərin ən əsas nöqtələrindən biri də bu idi. Kəftə o deyilən hissədir. Mağara deyə bilərik, qaya deyə bilərik. Kənddən piyada 1 saata gəlib bura çatmaq olur. Deməli, amma yolu Bəyəxköz Səfəraz Qayası qədər çox çətin deyil. Rahat yoldur nisbətən. Buna inşallah qismət olsa gələcəkdə bir hiking xətti də düzəldəcəyik ki, hər kəs kənddən gəlib baxa bilsin. Yuxarıda gördüyünüz oyuqdan içəridə 3 dənə otaq var. Giriş ora deyil amma. Giriş aşağıdan çox balaca hissədədir. Həm əlavə adam girənməsinə və heyvanlar girə bilməsin deyə dardım. O qədər dardır ki, mən girə bilmirəm məsələn. Ya bizim bu videonu çəkən Asif tutaq ki, keçən dəfə girmişdi ora. O sığır. Mən biraz cana sümüyüm iri olduğuna görə keçəmədim. Bu ən əvvəldən nədən ötürü istifadə olunubsa bilmirik. Amma Sovet tezə yarananda Sovet əleyhinə olan üsyanlarda, qaçaq hərəkatlarında Zəyzid qaçaqları olub Şəkidə. Onlar buradan istifadə ediblər. Gördüyünüz o oyuq sonradan açılıb. Sonradan bu 90-cı illərdə nəsə olan partladıblar, dağıdıblar, belə bir şeydir. Amma səliqə ilə oyulmuş otaqları olan bir abidədir. Bəlkə də qədimdən Qafqaz Albaniyası dövründən tutaq ki, məbəd kimi, nəyəsə kimi istifadə olunub. Çünki biraz aşağıda da gördüyünüzdə Alban məbədi var idi. Belə bir maraqlı yerdir. İçəridəki 3 dənə otağı dedik, təxminən 15-20 nəfər içəridə qala bilir. Burada ayrıca belə sığınacaq kimi bir hissədir. Belə, Kəftə haqqında da bunu deyək. İndi buradan gedirik sonuncu hissəyə, istirahət eləyib, kababımızı çəkib dağa gəlmişik. Kabab çəkməyək kimi, oradan sonra qayıdacağıq inşallah. Zəyzid səfərimiz yekunlaşdı. Axırıncı nöqtə buraydı. Dağdan düşəndə burada balaca bir ərazinin qırağını məftillə çəkiblər, qapı qoyublar. Yerli hali Orta Zəyziddən ağsaqqallar, dəyərli insanlar sağ olsunlar, besetka hazırlayıblar burada və heç kimin ərazisi deyil. Kimsə istirahət eləmək istəyəndə gəlir, keçir qapıdan içəri, burada manqalını eləyir, yeməyini yeyir, içir, çıxır, gedir. Hər kəs üçün açıqdır, yəni sağ olsunlar. İkinci bir məsələ,
bizə çoxlu yazırlar ki, filan kəndə gedin baxın, burada ziyarətgah var, orada şəlalə var, burada qala var, gedin baxın. Gözəl insanlar, bax, Xəqani müəllim kimi gözəl insanlar deyirlər ki, qardaş, gəl bizim kəndə, mən sənə bax, bu yerlər var, oraları gəzdirəcəm. Bax, bu performansı bizə hardasa Şəkin bu kəndi var, o kəndi var deyən hər kəsdən gözləyirik ki, çünki elə quru-quru sifarişlə olmur. Siz də bir deyin ki, bax, gəl, mən sənə aparıb gəzdirirəm, məmnuniyyətlə gələk, gəzək, tanıdaq. Nə qaldı başqa? Hə, düzdür. Bu əraziyə indi biz gəldik, yeyib içdik, yığışdırıb gedirik hər şeyi. Bunu da yenə hər kəsdən gözləyirik, xahiş edirik, sonra da tələb edirik ki, əgər gəlsəz bu tərəflərə, insanların ötürü ayrılmış ərazidə suyu var, bulağı var, insanlar bax, dağı çapıb orada besetka düzəldibdilər. Yeyib içəndən sonra bütün zibilləri hamısını özünüzlə götürüb aparmağı xahiş edirik, çünki bu buradakı ən böyük narahatlıqdır ki, ərazi yaranıb, amma insanlar çox da riayət eləmirlər. Növbəti səfərlərimizdə Şəkinin növbəti kəndlərində görüşmək ümidi ilə kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, paylaşmağı unutmayın.